Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Selamun aleyküm əziz değerli müminler. Hoş gördük sizleri bu rəhmət ayında. Allah Teala Ramazan ayının fəzilətini dərk edənlərdən bizi qərar versin inşallah. Ramazan ayının ziyafət olaraq vəsf edilməsi ədəb və irfan əhlinin ortaya attığı ibarə deyil. Ramazan ayı haqqında bu ibarəni aləmlərin həqiqətlərindən xəbərdar olan Allah Rəsulü Muhammed sallallahu aleyhi və alihi və səlləm işlətmiş və Şəbaniyyə xutbəsinin ilk cümlələrində mövzunun önəminə əsas gətirərək belə buyurur. Siz bu ayda ilahi ziyafətə dəvət olunmusunuz. Bu ay qonaqlıq aydır. Bu ayda çoxlu insanlar dua eləyərlər, ibadət eləyərlər, itaat eləyərlər Allahın razılığını əldə qazanmaq üçün. Bugünkü mövzumuzun mahiyyəti əzizlər, duadır. Necə ki, Quran-ı Kərimdə Allah Teala buyurur ki, قَالَ رَبُّكُمْ عُدْعُونِ أَسْتَجِبْ لَكُمْ. Sizin Rəbbiniz deyir ki, dua edin, məndən istəyin ki, mən də sizin dualarınızı müstəcab qərar verim. Baxırıq Peyğəmbər kəlamına, Əhl-i Beyt əleyhissalamın kəlamına, hədislərdə Ramazan ayı haqqında buyururlar ki, bu ayda çoxlu dua edək. Bu ayda o qədər dua edək ki, bütün nə qədər niyyətlərimiz var, müşküllərimiz var, hacətlərimiz var ki, bu ayda Allah Teala o dualarla onları aradan qaldıracaq inşallah. İmam Cəfər Sadiq əleyhissalamın məşhur bir hədisi var. Ağa buyurur ki, Ərbəətun la turaddu ləhum dəvətun. 4 nəfər ki var, Allah bu 4 nəfərin duasını heç vaxt geri qaytarmaz. Və yuftəhu ləhum əvvabus səma. Onlar üçün göylərin qapıları açılar. Göylərin qapıları açılar bu 4 şəxs dua eləyəndə. Əgər bu 4 şəxs dua eləsə, Allah deyir ki, və yuftəhu ləhum əvvabus səma. Onlar üçün göylərin qapıları açılar. Və yəsiru iləl ərş. Və duaları Allahın ərşinə çatar. Duaları Allahın ərşinə çatar. Onlar kimlərdən ibarətdir əzizlər? Birincisi budur ki, duauhul validi li vələdihi. Atanın övladı üçün etdiyi duadır. Əgər bir validin öz övladı üçün dua eləsə, o dua mütləq qəbuldur. İkincisi budur ki, vəl-məzlumi alə mən zələməhu. Məzlumun ona zülm edən, zalimə etdiyi duadır. Bir məzlum ki, ona zülm olunub, əgər o məzlum, ona zülm olunmuş şəxs üçün Allahdan onun üçün nifrin istəsə, mütləq Allah Teala nə eləyər? O duanı qəbul eləyər. Üçüncüsü buyurur ki, vəl-mu'tamiri hətta yərcəə. Ümrə həcci edənin vətənə qaydana qədər etdiyi duadır. Əgər bir nəfər Allah evin ziyarətinə gedibsə, ümrə həccindən qaydanda ta vətəninə qədər, çatdığına qədər dua etsə, Allah onun duasını qəbul edər. Dördüncüsü bundan ibarətdir ki, وَالصَّائِمِ حَتَّى يُفْتِرَ. Və oruç tutanın iftara dək etdiyi duadır. Bir şəxs ki, Ramazan ayında oruç tutar və iftara qədər ki, gəlib yetişdi, əllərin qaldırar, Allahla münacat eləyər. İlahi, bu tutduğum orucu məndən qəbul et və bu orucumu sağlam və səhih olan oruclardan qərar ver. Allahdan dua elə ki, bu 4 əmələ riayət olunmuş bəndələrdən olaq inşallah. Allah aqibətimizi xeyirli qərar versin və Mevlamız sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.